Evdə YouTube'da geziləndə belə bir video qarşıma çıxdı və mən də yoxlamaq istədim ki, görüm doğrudan da dünya rekoru birincisidir və ona baxarkən bir şey gördüm. Bu qardaşımız Azərbaycanlıdır və Minecraftda, speedrunda dünya birincisidir. Mən də fikirləşdim ki, mən də niyə speedrun eləməyim? Bəli dostlar, gördüyünüz kimi heç bir hilə yoxdur. İlk gələn seedlə girəcəm. Bu arada yandakı vaxta fikir verməyin. O yaşıl sayaçdan tapa bilmədiyim üçün telefonumdakı proqramla edəcəm. Əgər like'larınız çox bugün Minecraft'ta speedrun edirik. Bu çünki speedrunumuz isə elementeri ən sürətli şəkildə fərqli bloklarla doldurmaqdır. Əgər bu videonu sevib like abunə olsanız və ilk olaraq yorumlarda yazacağınız şeylər speedrunlamağa çalışacağım. Nəysə, sizi çox sıxmadan videoya keçək. Görək hələ speedrun edə bilmişəm ya yox. Heç bir mod istifadə eləmək olmaz və hərəkət etmədiyim müddət boyunca vaxt başlamayacaq. Hərəkət etdikdən sonra isə vaxt dayanmadan gedəcək. Bəli, ilk dünyamız yarandı. Əvvəldə ətrafı analiz etməliyim. Məsələn, sağda şəkər qamışı var. Onlardan 2 dənə götürsəm, şəkər və şəkər qamışı olaraq 2 item qazanmış olacağam. Akasiya ağacını qırmaq çox vaxt itirəcəm. Amma akasiya ağacını qırsam, buton, basan plakası, taxta, odunun özünü almış olacağam. Nəysə, vaxtı başlatdım. Vaxt arxada gedir. Düzü siz görmürsünüz deyəsən, amma sonra mən sizə deyərəm. İlk olaraq şəkər qamışımıza doğru gedirik. Şəkər qamışı ayda birini götürdüm, nəysə. Buradan çəpləri alıb oduna doğru getməliyim. Amma ortada gərək qum qazım ki, daha çox item almış olum. Bunu odun qazmadan məncə etmək mümkün deyil. Çünki ətrafda həqiqətən də o qədər çox fərqli item yoxdur. Məsələn, gül bağı falan gəlsə, onda bəlkə gülləri toplayıb üstəgəl boyaları ilə birlikdə edə bilərəm. Bax, burada toxumları qırdım. İndi isə odunu qırırıq. Odunu qırıb buradan basınç plakası və buton düzəldəcəyik. Amma çubuğa çatmadı. Ona görə bir dənə də qırmalıyıq. Amma artıq vaxt çox gec oldu. 3 dəqiqəni keçdi artıq. Artıq speedrun yəni keçənmədi. Mən axırın dəfə baxdığıma görə hamısı 4 dəqiqənin altındaydı. Ona görə artıq speedrun bizdə deyil. Yəni dostlar, yeni bir dünyaya keçdik. Rekordumuzu qıra bilmədik. Bu dəfə elə elədim ki, siz də vaxtı görə biləsiniz, sayğacı görə biləsiniz. İndi isə yenidən dünyamızı oluşduruq. Dediyim kimi, dünya tamamən vəsiyyət elədi. Yəni, nə seed çıxacağını mən də bilmirəm. Amma gözəl bir seed çıxsa inanılmaz əla olar. İndi görək nə çıxır. Dostlar, doğrudan hilədir, həqiqətən. Baxın, bayaq dedim, gül vaxta çıxsa bomba oradan uda bilərik. Amma nə deyim daha, bəxtimiz yetirdi də. Nəysə, tez-tez qıraq. Məncə, buradan artıq ala biləcəyik dünya rekordunu. Çünki indidən artıq elmantemizin demək olar ki, doldu. Hətta bunları boyaya çevirdiyimizdə elmantemiz 2 qatda olacaq. Məncə, artıq dünya rekordu bizimdir. Əgər bunda da dünya rekordu qıra bilməsəm, artıq yəqin ki, heç də mümkün olmayacaq. Çünki həqiqətən də mükəmməl bir şey çıxdı. Yəni, bəzilərində deyəcək hilə idi, amma həqiqətən hilə deyil. Yəni, açdım dünyanı, bəxtimə çıxdı. Böyük ihtimalle həyatımdakı bütün şansı da bura xərclədim. Nəysə, indi odunları taxtaya, basamaq, basınç plakası və buton düzəldirik. Qalan bütün güllərlə də boya düzəldəcəm. Bu arada hər itemdən bir dənə olmalı. Yəni, bir stek yığmaq olmaz. Nəysə, indi burada boyalarımı düzəldim. Amma artıq fərqli gül qalmadı. Elmanterim doldu. Təcili fərqli güllər tapıb onları da boyayacağım. Hətta bəzi bu gülləri birləşdirib fərqli boyalar da düzəldə bilərəm. Amma onlardan yoxdur deyəsən məndə. Bir dənə sarı ilə narıncını birləşdir. Sarı ilə qırmızını birləşdirəndə narıncı boyalınır. Sadəcə onu bilirəm. Ona görə də işimiz biraz çətindir. Amma mən inanıram ki, biz buranı tamamlayacağıq. Artıq bir dəqiqə olmasına baxmayaraq elmanterimiz demək olar ki, tamamən doldu. Bu həqiqətən böyük bir şansdır. Amma da artıq fərqli gül qalmadığı üçün məcburi odun yığıram buradan. Odunlarımı toplayıb taxtaya, taxtalarından isə buton düzəldim. Bu buton və basamaqlar isə basınç plakası isə elementerimi daha çox dolduracaq. Getdik. Artıq daha fərqli itemlər lazımdır. Ona görə dənizdən kərp götürəcəm. Sonra sahilə çıxıb
sahilə çıxıb qum, çakıl və qum və çakıl götürməliyəm. Şəkər qamışlarını da aldım. Bunlardan şəkər, kağız düzəldə bilərəm. Amma crafting table olmadığı üçün sadəcə şəkər düzəldə bilərəm. Bu arada orada qumu almadım, bilirəm. Çox həyəcanlıyam. Həyatımda ilk dəfə speedrun eləyirəm. Artıq vaxt 2 dəqiqə oldu, amma az qalıb. Mən inanıram ki, biz bacaracağıq. Oradan kəlpi alsam, artıq elementlərim doğrusu inanacaq. Və kəlpləri də aldım. Az qalıb. Biraz daha fərqli tam olsa alacağıq. Hətta dünya rekorunu bəlkə keçdik. İndi isə daha fərqli odunlar lazımdır. O qədər huşu qırmalıyam. Amma huşu alınmayacaq. Huşu qırmaq çox vaxt aparır. Ona görə də daha fərqli bir item lazımdır. Lamaları öldürüb, dəri alıb, dəridən fərqli itemlər əslində craftlaya bilərəm. Ona görə də lamanı öldürməliyəm. Çox az vaxtım qalıb. Eğer 4 dəqiqəyə çatsa artıq rekordu qıra bilməyəcəyəm. Və lamadan dəri çıxmadım. Bu seedə gələndə bütün şansımı işlətdiyimi demişdim. Lamadan dəri çıxmadı, amma artıq bu lamanı öldürmək də çox kötü olacaq. Eləyə biləcəyimiz tək şey dua eləyib bir köy çıxmağını gözləməkdir. Daha doğrusu axtarmaqdır köyü. Dostlar, like eləyin ki, köy çıxsın. Nəysə, gedirik, buradan torpağımızı alırıq. Torpaqlardan çakıllı torpaq craftlayacağam. Və çakıllı torpaq, bir də çimento craftlayacağam. Elementimizdəki qumları çakıllarla birləşdirib. Bir xeylən də boyamız var. Həqiqətən də çox sürətli alınacaq məndə. Aha, çakmaq daşı da düşdü. Lap yaxşı oldu bizim üçün. Bir elementimizə bir etəm daha gəldi. İndi isə buradan 1-2 dənə də torpaq alıb odunumuzu qırırıq crafting table üçün və bir dəqiqə. Elementimə gəlmir odun. Gəldi. Bir anda elə bildim, dolu element dedim. Sevmişdim. Nəysə, buradan crafting table craftlayırıq. Sonra crafting table'ımızı qoyub kürək craftlayırıq və elementə doldu. Elementə doldu 4 dəqiqə 36 saniyədə. Daha doğrusu crafting table aldıq 4 dəqiqə 43 saniyə. Niyə? Bəli, mənim rekordum bu qədərdir. İndi bir də yoxlayacağıq, daha tez eləməyə çalışacağam. Bu da alınmasa, artıq qalsın part 2-yə. Nəysə, növbəti speedrunımıza keçək. Bəli, yenidən bir dünya yaradacağıq. Heç nəyə toxunmuruq əlbəttə ki. Heç bir mod, heç bir seçsin, yəni bəlli bir seedə girmirik. Minecraft'ın bizə verdiyi səhvən yaratıcı keçdim mən. Nəysə, buna fikir verməyik, gelirik dünyamıza. Dediyim kimi heç cürə seedə bilmirik. Dünyamızı oluştururuq. Nəysə, dünya oluşturulsun. Mən yenidən kaydı başladıram. Dünyamız oluşturuldu. İndi isə vaxt getdi. Ayda vaxt yenə gizlətdim. Nəysə, özüm sonra deyərəm. İndi isə buradan tullanaraq keçirik. İndi isə, amma həqiqətən pis seeddə dolmuşuq. Yəni, bayaqki seeddən, bayaqki deyil də, ən birinci güllü seedə nisbətən həqiqətən pis bir yerdə doğulmuşuq. Burada mən 1-2 dənə daha şeylədim, speedrun yoxladım. Amma onlar inanılmaz uzun çəkdi, 10-15 dəqiqə. Onları yəni videoyu qoymadım. Amma burada yəni modu açıq qoymuşam. Ona görə də məcburi dünyadan çıxmalı oldum. Modu bağlayıb yenidən yoxlayacağıq. Və axırıncı dəfə, axırıncı dünyamıza gidirik. Buradan dünyanı oluştururuq, heç nəyə toxunmadan. Bütün modları da bağladım. İndi isə dünyamızı oluştursun sonuncu dəfə. Bir speedrun edək. Əgər bu videoya, indi də videonun sonunda deyim, videoya 5 like gəlsə, part 2 həmin gün yayında olacaq. Yəni 5 like gəldiyi anda yayında olacaq. Dünyamız oluşturuldu, amma inanılmaz pis bir seeddə doğulmuşuq. Yəni ən azından keçən dəfə göl falan var idi. Oradan qum, çakıl, şəkər qamışı götürə bilirdik. Bu da göl həqiqətən çox uzaqdadır. Öyle düşənə qədər ya öldük, ya da vaxt inanılmaz getdi. Tek şansımız yanımızda köy olmağıdır. Bu arada saati yenidən göstərilir hala getirirəm. Siz görərsiniz, sonra hilə falan deyən nə olacaq.
Nəysə, vaxt ayarlayım və başlayaq. 15 saniyə bu arada sonunda çıxacağıq. Görək neçə dəqiqə hələ bitirmişik. Bu da məcburi olaraq odundan istifadə edəcəm. Çünki başqa çarəmiz yoxdur. Onda güllər var idi, şəkər kamışları var idi. Onlarla yəni kraflayırdıq, eləyirdik. Bu da ancaq odun var və torpaq var. 2 təmlə də yəni neynəyəcək? 10 günü bu ağacları çalışacağım dibinə qədər qıram ki, düşəcək fidanlar da yəni bir təmdir. Buradan basamaq, çubuq, yəni basınç plakası, qapı, nərdivən, mızraq, nə kraflaya bilirəmsə hamısını kraflayacağam. Ay da 2 dənə mızraq krafladım. Nəysə, bu anda başım bıraxırıq uşaqlar. Keçirik növbəti dünyaya. Dostlar, az öncə gəlib Yusuf T'nin speedrun videosunu izlədim və həqiqətən çox qaza gəlmişəm. Bu dəfə udacağımıza əminəm. Nə seyircələrsə gəlsin. Ən az ilk 15-ə gitməyi planlaşdırıram. İlk olaraq ətrafı analiz eləməliyik. Dediyim kimi çox qaza gəlmişəm. İndi ilk olaraq yerdəki yarpaqları qırıb odunları qıracağam. Odunlardan huş basınç plakası və buton kraflayacağam. Huş odun və taxtası da 4 itən birdən edir. Sonra isə normal ağacı qıracağam. 4, 8 itən birdən gələcək. Yerdəki yarpaqlarla 9, torpaqla da 10 edəcək. Beləliklə arxamdan da toplaya biləcəyim itəmlər, yəni güllərlə kraflaya biləcəm. Nəysə, indi isə odunlarımızı qırırıq. Odunlar bizə 3 dənə və ya 4 dənə lazım. Mən 4 dənə qıracağım hər ehtimala qarşı. Uzağı başqa bir itəm qırıntıdan falan kraflayarıq. Yəni itəmdir. İndi isə craftingimizi edirik. Çubuqlar, odun, taxta, buton və basınç plakasına. Qalmış. Mən səhv ki, ay da səhvən odunu hamısını işlətdim. Nəysə, buradan onun yerinə qapı, tuzaq qapısı və çit kraflayırıq. Amma qapı ilə tuzaq qapısını kraflaya bilmədim. Onun yerinə səhvən çapa krafladım. Onun gedib bir dənə də odun qırmalıyıq. İnanılmaz sala düşdük. Yəni qaza gəlməyin də xeyri yox imiş. Buradan ilk olaraq odunları çeviririk. Buradan kürək və balta kraflayırıq. Baltanı daha səhvən odunları qırmaq üçün. Yəni kürəkdə yer tutmağı üçün krafladım. Amma kürəyi kraflamamışam. Oyun niyə bu qədər donur axı? Nəysə, buradan gəlirik, odunlara çeviririk. Amma buradan yenə saxlamadım. Nəysə, buradan basamaq, nərdivən və qapı kraflayırıq. Buradan soyduğumuz odunu da götürürük. Taktik. Nəysə, indi isə buradan odunlarımızı da götürürük. Daha çox odun lazımdır ki, həm daha çox qapı kraflamaq, həm də oradakı odunu qırdım ki, yerə alma, fidan və çubuq düşmə ehtimalı artsın. Buradan huşlarımızı qırırıq. Huşlarımızı qırıb, huşlardan da normal odunda etdiyimiz təmləri kraflayacağıq. Beləliklə elmantimiz 2 qatı dolacaq. Yəni indi olduğundan bir dənə daha çox, elə düşünün. Buradan basınç plakası, çubuğumuzu kraflayırıq. Çubuğun nə işə yarayacağını birazdan görəcəksiniz. Daha çox əşya kraflamaq üçün. Buradan güllərimizi alırıq. 2 dənə gül alıram ki, biri ilə boya kraflayacağam. Birini də normal yer tutacaq. Buradan gəlirik inəyi buradan nəysə vaxt itirmə. Gelirik buradan güllərimizi toplayırıq. Bütün gülləri toplayırıq və buradan həmin 2 dənə gül olanlardan boya düzəldirik. İndi isə daha çox gül toplayırıq və hərəsindən 2 dənə olduğunda onlardan boya düzəldə bilirik. Oradakı donuzu da kəsməyi planlaşdırıram. Amma əvvəldə bu gülləri çevirməliyəm. Ay da, indi bu da sarıdan narıncı boya düzəldəcəyik. Beləliklə daha çox yer tutmuş olacaq. Bu da mavi boyamızı və bu da odunlarımızı kraflayırıq. Crafting table'a gəlirik. Buradan crafting table'dan odunları çeviririk və odunlardan silahlarımızı düzəldəcəyik indi. Əvvəlcə varil düzəldirik, sonra isə qalan odunlarla itəmlərimizi kraflayacağıq. Buradan qapı və nəysə, bir dəqiqə, niyə çatmadı o, nəysə, indi isə crafting table qırırıq və oradan tam olaraq alacağıq. Amma əvvəlcən mənim qırmızı kraflamaq yadımdan çıxdı. Qırmızıdan əvvəlcə nərdivən kraflamalıyam, nərdivəni krafladıq. İndi isə crafting table qırıb digər odunlara tərəf getməliyik ki, envanterimizi daha da dolduracaq, itəmlər düzəldək. Çünki odunum çox az qalıb. Mən niyə balta ilə qırmam, nəysə, əlimə alsam vaxt itirəcəm və qırılması dayanacaq. Ona görə də əlimlə qırmağa məcburam artıq. İndi isə bura gəlirik, odunlarımızdan əşya kraflayırıq.
əşya craftlayırdıq. Yəni qılınc, balta kimi əşyalar, yəni hamısı əşyalar. Nəysə, çox sorğulamayaq. Buradan odunlarımızı craftlayırıq. Nəysə, mən belə danışanda niyə özümü spiker kimi hiss edirəm? Nəysə, davam edirik. Buradan mızraq, qılınc və kazma craftlayırıq. Kazmanın dinə hər şeyə dediyini siz də görəcəksiniz. Baxatım qırdı. Su molası zamanı. Nəysə, suyumuzu isə videoya davam edirik. Buradan toyuğu öldürüb, tükünü və ətini alacağım. Tük düşmədi. Allahım da. Nəysə, buradan daha çox odun qırmalıyam. Daha çox odun. O tehlikədir bu. Nəysə, FB'yə evimi basmadan bu videonu bitirməliyəm. Nəysə, indi isə gedirik. Buradan torpağımızı da aldığımızda artıq envanterimizin dolmağına sadəcə bir item qalacaq. Və bu daşları da aldığımızda artıq envanterimiz doldu. Bəli dostlar, axır ki speedrun'ımızı bacardıq və 4 dəqiqə 47 saniyə. Yəni dostlar, mən 4 dəqiqədən aşağı edə bilmirəm. Siz də edib yoxlaya bilərsiniz. Bu arada bu videonu buraya qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Abunə olub like atarsanız həqiqətən çox sevinərəm. Nəysə, növbəti speedrunlarda görüşənə qədər sağ olun. Bir də yorumlara yazmağı unutmayın. Part 2-də hansı itemin speedrun'ı